Mərdimazarla iblis bəhs edirlər. Kim daha çox iş bölü bilər? Mənfi işləri təbii. Mərcəli bu ayrılırlar. Mərdimazar gedir cəmaatın içərisinə, iki kəndin arasına, ondan ona danışır. Deyir, ulan ki, sənin üçün belə dedik, bu belə dedik, bu belə dedik. Şeytan gedir çöllükdə görür bir dənə qızla oğlan boyun ötərirlər. Başlayır oğlana vəsvəsə eləməyə ki, zina elə bu ilə. Biraz keçir, hələ şeytan bu işlə məşğul olanda şeytanın çiynindən biri böyle vurur. Sonra görür həmən Mərdimazardır. Deyir, neyinə durur? Deyir, yavaş-yavaş əmələ gəlir, darıxma. Bir dənə Xuran daraba baxır, görür ki, iki dənə kəndin arasından od alov qalxır, müharibə eləyirlər bunlar. Kənd-kəndlə qırır bir-birini. Şeytan deyir, əybiyor, deyəm. Deyir, ne deyir, nə gör, mən nə eləmişəm? Deyir, mən bunu belə eləməsəm, sən onu belə eləyə bilməzsən. Yəni, sənə uyanlar da bundan əmələ gələnlər olacaq. Bu çox mühüm məsələdir.